Əziz tələbələr, hər birinizi salamlayıram. Mən Master Alfa Tədris Mərkəzinin informatika müəllimi Zahid Məmmədov. Bu günləri sizlə informatika suallarının izahına baxacağıq və buradan başlayaq elə ilk sualımızdan. İlk sualımızda deyir ki, elektron hökumət portalına daxil olmaq üçün biz hansı üsullardan istifadə edə bilərik? Burada əsasən bu üsullardan istifadə olunur. Asan imza ilə daxil olmaq mümkündür. Sima ilə daxil olmaq mümkündür. Bir də elektron imza ilə daxil olmaq mümkündür. Ona görə bu sual üçün doğru cavabımız 1, 4 və 5-ci suallar olacaq. İş masasında sıçanın sağ düyməsini vuranda kontekst menü açılır. Bəli, bunun klaviatura qısa yolu da Shift F10 qısa yoludur. Və deyir ki, kontekst menyuda hansı əmr vasitəsilə yeni qovluq yaratmaq olar? Baxın, ekranda sağ düyməni vururam. Açılan kontekst menyuda New hissəsinə daxil olub, buradan da folder əmrini seçirsiniz. Və beləliklə yeni qovluq yarada bilərsiniz. Cavabımız A variantı olacaq. Hansı əməliyyat Word 2019 mətn prosesoru üçün xarakteristik deyil? Yəni, bunlardan hansını Word-də eləmək olmur? Bizdən bunu soruşur. Əlifba göstəricinin yaradılması, bəli, bu mümkündür. Bu, Word-də referens hissəsində indeks əmridir. Sənəddə vacib olan sözləri, söz birləşmələrini, belə deyək, səhifələrin nömrələri ilə birlikdə işarələyirik, qeyd edirik ki, ən vacib olan sözləri falan nömrələmək üçün, işarələmək üçün bəzən bundan istifadə olunur. Referensin içindəki indeks əmrindən. Burada bu mümkündür. İkincisində deyir ki, mətnin formatlaşdırılması. Mətnin formatlaşdırılması dedikdə onun böyüdülməsi, kiçildilməsi, rənginin dəyişdirilməsi, nə bilim, bold, italik, müxtəlif bunların edilməsi hamısı formatlaşma sayılır, mümkündür. Mündəricat, bəli, referensdə table of content əmri ilə yaradıla bilir. Mətn qutusunun sənədi yerləşdirilməsi, bəli, insertdə burada text box hissəsindən mətn qutuları əlavə eləmək olur. Amma bu verilənlərin konsolidasiyası isə Excel-ə aid olan bir şeydir. Bu qaldı Excel proqramında. Növbəti sualda deyir ki, 258 səhifəli sənəddir. Bunun birinci və sonuncu səhifəsində belə bir şəkil var. Digər səhifələrində isə mətnlər var. Ümumilikdə bu fayl yaddaşda nə qədər yer tutur? Deməli, 258 səhifənin birinci və sonuncu səhifəsi, yəni toplamda 2 səhifə var. Bu 2 səhifənin hərəsində 256-nın 512-yə bir şəkil var. Belə olanda şəkillərdə ölçüləri, yəni pikselləri bir-birinə vururuq. Ölçüləri bir-birinə vururuq. Bir də bir pikselin həcminə vururuq. Bir də 2-yə vuracam burada. Niyə? Çünki birinci və sonuncu səhifədə bu şəkildən var deyirsə, deməli 2 dənə səhifədə bu şəkildən var. O zaman bir dənə də əlavə olaraq 2-yə vuracam. 256-nı yazıram 2 üstü 8 kimi. 512-ni yazıram 2 üstü 9 kimi. Bir də vuracam bunu hər pikselin həcminə. Rənglərin sayı burada 30 rəngdir. Və 30 rəng 2-nin hər hansı bir qüvvəti deyil. Belə olanda baxırsan ki, bundan sonra gələn 2-nin qüvvətini götürürsən. 30-dan sonra 2-nin qüvvətlərindən 32 gəlir. Yəni, bundan sonra gələn 2 üstü 5-dir. Ona görə də belə bir modeldə hər bir piksel 5 bit yer tutur. Bu həmişə bitlə olur. Sən bir də vurmalısan burada 5 bitə. İndi burada biz bunu bitdən kilobayta çevirməliyik. Variantlardan da görürüz ki, bu kilobaytlandır. Bitdən bunu kilobayta çevirməliyik. Bitdən kilobayta keçəndə 213-ə bölünməlidir. Belə olduğu təqdirdə burada qalır 2 üstü yuxarıda, bunlar gedəndə qalır 2 üstü 5. Yəni 32. 32-ni də 5-ə vuranda eləyəcək 160 kilobayt. Bu şəklin həcmidir. İndi mətn həcmi hesablayıram. Bu 258 səhifənin 2 səhifəsində şəkil varsa, yerdə qalır bunun 256 səhifəsi. 256 səhifə 2 üstü 8 kimi yazılır. Hər səhifədə 32 sətir. Vururam 32-yə. 64 simvol və ASC standartı. ASC standartında da hər simvol 1 baytdan hesablanır. Bu qədər səhifədir, bu qədər sətirdir, bu qədər simvoldur və ASC standartı ilədir. İndi isə biz bunu baytdan kilobayta çevirəndə bölməliyik bunu 210-a. Burada qalır 2 üstü 9, yəni 512 kilobayt. İndi şəklin həcmi 160 kilobayt,
Mətnin həcmi 512 kilobayt. İkisi birlikdə nə qədər olur? 672 kilobayt. Ofis proqramları hansı növ proqramlara aiddir? Tətbiqi proqramlara aiddir. İstifadəçinin xüsusi işlərini, konkret işlərini, konkret məsələlərini yerinə yetirən proqramlar tətbiqi proqram sayılır. Tətbiqi proqramların içində də ümumi təyinatlı kateqoriyasına aiddir. 26-cı sual. Uyğunluğu müəyyən edin. Hesab məntiq qurğusu və idarə qurğusu prosesorun biz Neyman arxitekturasında öyrənmişdik. Prosesor iki hissədən ibarətdir. Hesab məntiq qurğusu və idarə etmə qurğusu. Bu bir olacaq D variantı, prosesora uyğundur. Biri D variantı seçəndə biz qalırıq iki variant arasında. Hər ikisində 2-də Y variantıdır. Sürüşkən nöqtəli əməliyyatlar üçün əlavə blokdur. Yəni bu bəzən testlərdə belə də verilir. Mürəkkəb riyazi hesablamalar aparmaq üçündür. Riyazi soprosesor və ya bəzən təkcə soprosesor da verə bilər. 2-də Y variantıdır. 3-də isə deyir ki, kompüter resursları vasitəsilə vaxt ləngiməsini ölçür. Bu sayğaca aiddir. 3-də A variantı olmalıdır. Qurğuların kontroleri xarici qurğuları idarə edən mikrosxemlərdir. Yəni periferiya qurğularını idarə edən mikrosxemlərdir. Takt impulsları generatoru da kompüterdə müxtəlif proseslərin sinxronlaşdırılması üçün verilmiş tezlikli elektrik impulslarını generasiya edir. Burada çox vaxtı bunun tərifində elə impuls sözünü görürsünüz. Cavabımız B variantı olacaq. Kontekst menünün format sel əmri ilə nəyi etmək olmaz? Excel proqramını açıram. Burada format sel əmrini Ctrl+1 kombinasiyası ilə də aça bilərsiniz və ya burada Homeland tabında format bölməsindən də aça bilərsiniz və ya müəyyən bir hissəni seçib sağ düyməni vurub açılan kontekst menyudan da format selə daxil ola bilərsiniz. Bu bölmədən nələri etmək olmaz deyir. Xananın fonunu dəyişmək mümkündür. Fill bölməsindən burada müxtəlif rənglər və ya naxışlardan istifadə edib xananın fonunu dəyişə bilərsiniz. Sərhəd həddini tipini də seçmək, rəngini də seçmək mümkündür border hissəsində. Müxtəlif xətt tipləri var burada. Onların rəngini seçmək olur. Bunlar mümkündür. Mətni müxtəlif bucaq altında döndərmə mümkündür. Burada alignment hissəsində degree əmri var. -90-dan -90-a qədər dəyişmək olur. Amma düstur daxil etmək yoxdur. Burada belə bir şey yoxdur. Cavabımız Y variantıdır. Elektron poçtlarda istifadəçi adı olur. Kommersiya işarəsi, yəni ət işarəsi deyirik. Həmən işarə olur. Sonra bir domen gəlməlidir ondan sonra. Və burada ət işarəsi mütləq olmalıdır. Məsələn, ət işarəsi olmayan variantları birbaşa çıxırsınız. Qaldı bu üç variant. B variantında ət işarəsindən qabaq istifadəçi adı yoxdur. A variantında hər şey bura qədər düzdür, amma burada bundan sonra bir domen olmalıdır. Məsələn, bak.ru, bak.com bir domen olmalıdır. Yoxdur. Cavabımız Y variantıdır. İstifadəçi adı mail.az, kommersiya işarəsi, box.az. Bu da baza kompüterin, yəni bu elektron poçtu bizə təqdim edən saytın adıdır. Bu elektron poçta istifadəçi adında ümumiyyətlə yadda saxlayın ki, Azərbaycan hərfləri də istifadə olunmur. Yəni Ü, Ö, Ğ, Ç, Ş bu tipli hərflər. Simvol olaraq da istifadəçi adında nöqtə, altdan xətt və tire istifadə olunur. Sahəyə ondan çox hərf daxil etməmək üçün mətn sahəsinin hansı xüsusiyyətindən istifadə olunur? Burada file size, yəni sahənin ölçüsündən istifadə olunur. Baxın, hər hansı bir bazaya daxil oluram. Burada create bölməsində table dizayn açıram. Məsələn, bir şey yazırıq və buradan verilənlərin tipi olaraq məsəl üçün deyək ki, short text seçirəm. Burada aşağıda baxın, file size əmri var. Əgər mən burada limit olaraq məsələn yazsam 20, artıq burada 20-dən çox simvol daxil etmək mümkün olmayacaq. Limit 20 olacaq. Yəni biz burada deyir ki, məsələn 10, limiti 10 qoymaq. Gəlirəm burada, yazıram 10. Artıq burada limit 10 olacaq. 10 simvoldan çox məlumat daxil etmək olmayacaq. Deyir, burada hansından istifadə etmək lazımdır? Sahənin ölçüsü. Yəni, file size.
Dövrü alqoritmlərlə bağlı deyilənlərdən biri yanlışdır. Ümumiyyətlə dövrü alqoritmdə belə bir qayda var idi ki, əgər dövrlərin sayı bir dənədirsə, bu sadə dövrü alqoritmdir. Dövrlərin sayı birdən çoxdursa, bu mürəkkəb sayılır. Amma bu C variantında yazıb ki, sadə dövrdə 2, mürəkkəb dövrdə isə 3 və daha artıq dövrdən ibarətdir. Bu səhvdir. Sadə dövrdə bir, amma 2 və daha artıq olanda o mürəkkəb dövr sayılır. Bax bu yanlış variantdır. PowerPoint-da deyir, bax bu lent qrupu hardadır? Bu elə PowerPoint-da Home lent tabının içərisindədir. İçindəki əmrlərin bir çoxundan da görə bilərsiniz ki, bu paraqraf hissəsinə aiddir. Baxın, bu əmrlərin hamısı nömrələmə, marker qoyma, sağa-sola nizamlama, sütunlara bölmə, text direction, istiqamətini dəyişmə, bu şeylər burada harda yerləşir? Home lent tabında, paraqraf lent qrupunda. FTP protokolunun mənası file transfer protokoludur, yəni faylların ötürülməsi protokolu adlanır. File Explorer proqramında ünvan sətrində C yazıb enter vursa nə olacaq? Açıram burada File Explorer pəncərəsini. Ünvan sətri bu hissədir. Burada bizim daxil olduğumuz qovluqların ardıcıllığı qeyd olunur. Mən bu hissəyə yazıram burada C, bir dənə də ardınca qoşa nöqtə qoyuram. Enter vurduğum təqdirdə baxın C diskinin strukturu göründü. C diskinin tərkibi açıldı. D yazıb enter vursaydık D diski açılardı. Yəni bu formada. Ona görə də burada nə olacaq deyir? C diskinin məzmunu açılacaq. Hansı kiberhücum vasitəsilə, xüsusi proqramla elektron poçtu sosial hesabı qırırıq? Bu güc tətbiqi hücumları, brute forcing adlanır. Bu tip hücumlarda bizə zəng və ya hər hansı bir mesaj göndərilmir. Öncədən bizi təqib edirlər, bizim haqqımızda olan informasiyaları toplayırlar. Adımızı, soyadımızı, telefon nömrəmizi, doğum tariximizi və s. Nə bacardığı qədər informasiya toplayır. Onları xüsusi proqramlara yerləşdirirlər və orada müxtəlif yüzlərlə, minlərlə şifrə kombinasiyalar yaradırlar. Və başlayır həmən proqram bir-bir bu şifrələri yoxlamağa. Əgər bu məlumatlardan istifadə etmisənsə, sənin yəni şifrəvi qırma ehtimalları yüksəkdir. Phishingdə bilirsiniz ki, əsasən elektron poçt göndərərək, mesajlar göndərərək bizi aldatmağa çalışırlar. Phishingdə telefon zəngi vasitəsilə olur. Spear phishing yenə də phishingin bir növüdür. Sadəcə burada hər kəsə mesaj yox, öncədən təqib olunmuş şəxslərə, izlənmiş şəxslərə, amma yenə də mesaj göndərirlər. Zərərverici yoluxdurmada da zərərli bir proqram təminatını bizim kompüterimizə yoluxdurur. Ondan sonra kompüteri öz idarələri altına alırlar. Burada cavabımız A variantıdır. Bu da sadə suallardan biridir. Mətni yığarkən baş və sətri hərfləri keçmək üçün hansı düymədən istifadə olunur? Böyük ehtimal bir çoxunuz bunu düz yazmısınız. Caps Lock düyməsidir. Tab bilirsiniz ki, abzas boşluğu buraxmaq üçündür. Enter təsdiqləmə, daxil olma düyməsidir. Space boşluğu buraxan düymədir. Ctrl düyməsi köməkçi düymələrdəndir. Əsasən kombinasiyalar zamanı istifadə olunur. Cavabımız Caps Lock'dur. Slaydın duplikatı hansı lent tabı ilə yaradılır? Baxın, burada slaydın duplikatını New Slide'ın içindən yarada bilərsiniz. Yəni, bu da Home-da da var, Insert-də də var. Home-da da New Slide'ın içərisində ən aşağıda dublikat sözünü görə bilərsiniz. Insert-də də bunun içərisində dublikat sözünü görə bilərsiniz. Ona görə Home və Insert-dən hansı varsa variantlarda götürə bilərsiniz. Doğru mülahizələri seçin deyir. Matrisli printerlər zərbsiz, bu yanlışdır. Çünki biz matrisli və literli printerləri zərbli kimi tanıyırıq. Bir yanlışdır. Lazerli printerlərdə toner, bəli. Həqiqətən də doğrudur. Lazerli printerlərdə toner istifadə olunur. Burada artıq B və Y variantları arasında qaldıq. 5 avtomatik olaraq doğrudur. Printerlər LPT və USB portuna qoşulur. Düzgün cavabdır. İndi 4-dən 6-dan birini seçməliyik. Burada 6 tamamilə doğrudur. Biz ana plata üzərində olan yuvalara slot demişdik. Onlar daxili qurğuların qoşulması üçündür. Amma kompüterə periferiya qurğuları qoşanda isə biz burada portlardan istifadə edirik. Ona görə də 6 da doğru olduğu üçün cavabımız B variantıdır. Bu printer məsələsi
bu modeli biraz fərqli bir modeldir. Çox vaxt printer suallarında biz öyrəşmişik ki, bizdən səhifə sayını soruşsun. Çap üçün neçə səhifə lazımdır? Amma burada sualın forması fərqlidir. Burada deyir ki, çap olunacaq 5-ci səhifənin nömrəsini tapın. Biz əsasən burada artıq bu hissələrə diqqət edirik. 10 səhifəlik sənədimizdir. Bura diqqət edirsiniz ki, hansı səhifələr çap olunur, hansı ardıcıllıqla çap olunur və bir də neçə nəfər üçün çap olunur. Bu tip suallarda əsasən bu üç parametrə baxırıq. Səhifə 10 dənədir. Hansı səhifələr çap olunur? Burada all page yazsa da, bu hissədə even yazıb. Yəni, yalnız cütləri çap etməyi biz istəyir. 3 nəfər üçün çap eləməlisən və sırasız formada çap eləməlisən. Uncollated. O zaman çap bu formada olacaq. Bu 10 səhifədə yalnız 2, 4, 6, 8 və 10 çap olunacaq. Yalnız cüt səhifələr çap olunacaq. Hərəsindən 3 nəfər üçün çap olunacaq və sırasız. O zaman çap belə olacaq. Öncə ikinci səhifədən 3 dənə çıxacaq. 3 nəfər üçün. Sonra 4-cü səhifədən 3 nəfər üçün çıxacaq. Sonra 6-dan 3 nəfər üçün çıxacaq. Sonra 8-dən 3 dənə. Sonra da 10-dan 3 dənə. Və çapdan çıxacaq 5-ci səhifə 1, 2, 3, 4, 5. 5-ci səhifənin nömrəsi 4-dür. Cavabımız 4. Birdən burada uncollated'ın əvəzinə collated olsaydı, belə olsaydı, o zaman çap yenə də cüt səhifələr 3 nəfər üçün, amma ardıcıllıqla. Yəni belə 2, 4, 6, 8, 10 bitəndən sonra yenidən başlayacaqdı. Yenə də 2, 4, 6, 8, 10, sonra yenə də 2, 4, 6, 8, 10. Yenə də eyni səhifələr çıxır, amma bu ardıcıllıqla. Bu sualda bizdən uncollated dediyi üçün cavabımız 4 olacaq. Raster qrafik redaktorlar haqqında hökmlərdən hansı doğrudur? Raster qrafikasında sıçanın köməkliyi ilə ixtiyari formada xətlər çəkmək olar. Tamamilə doğru cavabdır. 1 götürülməlidir. Qaldıq 2 variant arasında. Şəkilləri xarici yataşda saxlamaq olmaz deyir, amma olar. Burada olmaz deyir. Bu səhvdir. Cavab artıq çıxdı. Təsvirlərdə miqyaslaşdırmaq, yəni böyüdüb kiçiltmək mümkündür. Təsvirlərdə rənglərdə düzəliş eləmək, korreksiya mümkündür. 5-də isə deyir ki, animasiya tətbiq etmək PowerPoint proqramında olur, Paint-də yox. Yəni raster qrafik PowerPoint-da bilirsiniz ki, bu qrafikaya aid olan bir proqram deyil. Ona görə də burada 5-i götürmürük, cavabımız B variantıdır. Aşağıda tələbələr və onların yazıldığı fənlər haqqında verilənlər bazasından istifadə et və bu sualı cavabla. Deyir, bu cədvəllərdə riyaziyyat fənnini hazırlaşan neçə dənə birinci qrup tələbəsi var? Riyaziyyat fənnini hazırlaşan ümumiyyətlə burada 3 nəfər var. Biri bu ID kodu 226 olandır, riyaziyyata hazırlaşır. Biri burada 224-dür, riyaziyyata hazırlaşır. Bir də 225-dir, riyaziyyata hazırlaşır. İndi bu 3 nəfərdən baxaq görək neçəsi birinci qrupa hazırlaşır. Bizdən bunu soruşur. Riyaziyyat və birinci qrup. Bu 3 nəfərdən 226 həqiqətən də birinci qrupdur. 224 artıq birinci qrup deyil. Bax, bu ikinci qrupdur, görürsünüz. Ona görə də bunu artıq götürməyəcəm. 225 bəli, o da birinci qrupdur. Bu da birinci qrupdur. Deməli, burada həm birinci qrup olub, həm də riyaziyyata hazırlaşan 2 nəfər var. 225 və 226. Say 2 nəfər. Onluq say sistemində verilmiş bu ədəd yaddaşda nə qədər yer tutur? Birinci növbədə biz 4 ədədinin özünü 2 üstü 2 kimi yazmalıyıq və bunun da üzərində nə var? 8. Belə olanda üstlər vurulur. Nə olur burada? 2 üstü 16. Yəni burada belə bir şey alır. 2 üstü 16 çıxılsın 1. İndi bu ədəd yaddaşda nə qədər yer tutur? Onluq say sistemində ədədlər özündən sonra gələn 2-nin qüvvəti qədər yer tutur. Özündən sonrakı 2-nin qüvvəti qədər yer tutur. Yəni birdən məsəl üçün bizə nümunə göstərim. 32 ədədi nə qədər yer tutur desə, bu tam-tamına 2 üstü 5-də axı, düzdürmü? Amma bu 6 bit yer tutacaq. Özündən sonrakı 32-dən sonra nə gəlir? 64. 2 üstü 6,
Ona görə 6 bit yer tutacaq. Məsələn, 128 ədədi tam-tamına 2/7-dir axı. Amma bu 8 bit yer tutacaq. Çünki özündən sonrakına baxmaq lazımdır burada. Yəni 128-dən sonra baxırıq biz görürük nə gəlir? 256, 208, 8 bit. İndi burada da birdən tam-tamına, məsələn 216 ədədi olsaydı, 216 ədədi olsaydı, 216 olsaydı amma bu 17 bit yer tutacaqdı. Özündən sonraki. Amma artıq bu bundan bir balacası olduğuna görə, bir dənə balaca olduğuna görə, elə bundan sonra gələn ədəd elə 216-nın özüdür. Yəni bu ədəd indi bunu yazmağa əslində yaza da bilərəm. Bu 65536 ədədindən bir çıxanda 65535 ədədi edir. Bundan sonra gələn ədəd də 216. Yəni 65536-dır. Ona görə də bu ədəd yaddaşda elə 16 bit yer tutur. Yəni təkrar edirəm. Birdən 216-nın özü olsaydı təkcə bu 17 bit olardı. Çünki bundan sonra gələn 2-nin qüvvəti 217-dir. Amma bundan bir çıxdığımıza görə artıq elə bu alınan şeydən də sonra nə gəlir? 216-nın özü gəlir. Ona görə də bu ədəd yaddaşda neçə bit yer tutur? 16 bit. Düzgün olmayan qovluq adlarını seçin. Ümumiyyətlə, böyükdür, kiçikdir işarəsi qadağan olunmuş simvollardandır. Sual işarəsi qadağan olunmuş simvoldur. Bax bu ikisi. Birdə heç bir problem yoxdur. Altdan xətt və ya nida qadağan deyil. Üçdə heç bir şey yoxdur. Bəzən tələbələr çaşır deyir ki, deyir müəllim məsəl üçün burada axı bunun adı 6-dır, genişlənməsi 6 simvoldur. Axı genişlənmə maksimum 5 simvol ola bilər Windows əməliyyat sistemində. Genişlənmə maksimum 5 simvol ola bilər. Amma gənclər o fayla aiddir. Ad və genişlənmə faylda olur. Qovluqlarda sadəcə ad olur. Qovluğun genişlənməsi olmur axı. Ona görə də bu master.accdbb bu verilib ha. Bax bu elə bütövlükdə qovluğun adı sayılır. Yəni master adı accd bu genişlənmə deyil. Çünki qovluqların genişlənməsi olmur. Qovluqda nə varsa onun adıdır. Ona görə də bu hamısı birlikdə bu nöqtə qarışıq bunun adıdır və ad 255 simvoldan yəni keçməməlidir. Burada da heç bir xəta, heç bir qadağa yoxdur. Ona görə bu düzgündür, düzgündür, düzgündür. Səhv olanları istəyirsənsə 4-dən 5. Böyükdür və sual işarəsi qadağandır. Elektron cədvəl fraqmenti verilmişdir. Cebir xanasına hansı qiymət yazılmalıdır ki, bu alınan bax bu diaqram A2-C2 diapazonuna uyğun olsun. Ümumiyyətlə bu tipli suallarda yadda saxlayın ki, bizim aldığımız ilk xananın nəticəsi saat əqrəbi istiqamətində birinci hissəyə uyğun gəlir. İkinci xananın nəticəsi ikinci hissəyə, üçüncü xananın nəticəsi də saat əqrəbi istiqamətində baxanda üçüncü hissəyə uyğun gəlir. Yəni burada elə bil ki, saat əqrəbi istiqamətində o qiymətlər nəzərə alınır. Ona görə də məsələn bəzən qiymətləri tapanda tələbələr deyir ki, müəllim hardan bildiniz hansına uyğundur ki? Uşaqlar birinci saat əqrəbi istiqamətində birinci, ikinci ikinciyə, üçüncü də üçüncüyə uyğun gəlməlidir. İndi hesablayaq. Burada bizə deyir ki, A1-i 2-yə bölmək lazımdır. A1 xanasında elə 2 var. 2-ni 2-yə böləndə edir 1. Üstünə bunu gəldir. Bunu da gəldirir 4. 4 plus 1, 5. Bu 5 alındı. Bu 5 alındısa, onda bu 25% 5-dirsə, bu da 25%-dir. Bu da 5 alınmalıdır. Buranda artıq 5 alınması üçün, buranda cavabın 5 verməsi üçün cebir xanasının yerinə nə qoyarsınız? Cebir xanasının yerinə nə qoysanız bura 5 alınır. Baxın, C1-i 3-ə vuranda bundan da 4, yəni B1-i çıxıb da B1 də 4-dür. 4 çıxanda 5 qalmalıdır, cavab 5 alınmalıdır. Ona görə burada C1 xanasındakı cavab 3 olmalıdır. Çünki burada 3-ü 3-ə vuranda eləyir 9. 9-dan da B1-i, yəni bunu çıxanda qalır 5. Həqiqətən də burada faizə uyğun gəlir. Və belə olduqda sonuncu da hissə də tam uyğun gələcək. Baxın, 3-ü A1-ə vuranda 3 2-nin edir 6. 6-nın da üzərinə B1-i gələndə, yəni 4 gələndə bu da edir 10. Və burada gəldi düşdü 10. 25 faizlər 5 5, 50% isə alındı 10. Həqiqətən də uyğundur. Deməli, cebir xanasında nə yazılmalıymış? 3 yazılmalıymış.
Aşağıdakı verilmiş elektron cədvəl fraqmentinə əsasən ek olan funksiyaları seçin. Yəni bu funksiyalardan hansının cavabı bizə ek verəcək. Left birinci növbədə soldan A1 xanasında olan sözdə iki hərf saxla mənasını verir. A1 xanasında ikinci söz var. Burada soldan iki hərf elə əkdir. Bizdən də bunu istəyir. Düzgün cavabdır. Right sağdan saxlamaq mənasını verir. B2 xanasında 2 dənə. B2 xanasında olan sözdən sağdan 2 dənə saxlayanda li olur. Bu uyğun deyil. Right B3-dən 2 dənə. B3 xanasında olan söz əksər sözdür. Sağ tərəfdə right sağ deməkdir. 2 dənə saxlayanda er bu söz yaranır. Bu da uyğun deyil. 4. Right B1 2. B1 xanasındakı sözdə bəli, sağ tərəfdən 2-dən götürəndə ek alınacaq. Ona görə 4 də düzdür. Right A2 2. A2 xanasında olan sözdən sağdan 2-dən götürəndə o da düzdür. Left A4 2. A4 xanasında olan sözdən sol tərəfdən 2-dən götürəndə tü uyğun deyil. Və son olaraq deyir ki, left A3 2. A3 xanasında olan sözdə sol tərəfdən 2-dən götürəndə kü qalır. Bu da uyğun deyil. O zaman cavabımız nə olacaq? 1 4 5. Və son olaraq burada gəldi bu üçünü uyğunlaşdırmaq. Web server. Burada uyğun olan cavab Y variantıdır. İnternetdəki verilənlərə daxil olma imkanı yaradan xüsusi kompüter. Web səhifə nədir? Hər hansı bir sayt. Hər hansı bir sayta daxil olanda qarşımıza çıxan onun ana səhifəsi. Təbii ki, o saytda, o səhifədə müəyyən keçidlər və müəyyən linklər olur. Ona görə 2 də D variantıdır. Ən azı bir hiperistinada malik olan sənəd. Browser nədir? Browser internetə girmək üçün bir proqramdır. Web səhifələrə baxış üçün bir bələdçidir. Web bələdçi, web səhifələrə baxış üçün bir proqram. 3-ə də B variantıdır. Yəni 1Y, 2D, 3 də olacaq B variantı.